Hörmətli izləyicilər, 9-un 8-ə, yəni 72 kvadrat, evin özü təmiz, 2 otaq, 1 zalı. Bir də əlavə bu hamamı, sanuzel olan gözəl bir evimiz satılır. Ev 4 sot torpaq sahəsinin içərisindədir. 2 sotu bax bu bağ, biraz da artıq hələ. 2 sotunda isə evin həyət hissəsi və evin özü yerləşir. Ev hər tərəfli 2 qat daşdan ibarətdir. Evin basenyasıdır, yəni su hovuzudur. Gördüyünüz ərazi evin həyətidir. Həyətində gözəl navesdə tikmək olar. Bir balaca navesi də var özünün. Bu həyətdən böyük maşını saxlamaq olar. İçəriyə darvazadan içəri daxil olmaq olur. Çatı və eroziyası yoxdur. Gördüyünüz o sarı evin üzü sarıdır. Sarı yerdən gedən xətt isə televizorun şunurudur. Şunurdur. Evin həyətində həm leytni, həm də zimni kimi hamamı və tualeti var. Eyni ilə evin həyətində moykası var. Özdəki simentdən dökülüb, betondan düzəlib. Bu da evin hamamı və sanuzeli. Çox geniş, qəşəng hamam və sanuzeli var. Pitimintkası da var. Özü də orijinalındandır, qəşəngindəndir. Hamamın yeri kafellənib, divar ağardılıb, pataloku isə lambirinlə. Bu da hamamın təqdimatı. İndi biz keçirik kuxunya, mətbəx. Mətbəxdə də bir dənə kuxuna mebelindən başqa hər şey var. Olan olmayan hər şeyi gərək deyəsiniz. Biz indi evin içərisinə bax bu gördüyünüz balaca cam balkondan daxil oluruq. Təqdim etmək istəyirəm və sizə bildirmək istəyirəm ki, evin ümumilikdə 4 sotun 2 sotu zaboruna əhatə olunub, qalanı isə setka ilə əhatə olunub. Ona görə ki, bağ salınıb və evin özünün içərisi, həyəti əhatə olunub. İndi mən birinci sizə evin giriş qapısını təqdim eləmək istəyirəm. Sonra divarların 2 qat olmasını, remontda olmasını, pataloku, divarı remontludur. Yeri də ki, DVP oldu. Qapıları Qurlu xanım kimidir. Gözəldir. Ev, işıq, qaz, Wi-Fi və kanalizasiya sistemindən əhatə olunmuş ərazidə yerləşir. Mərkəzdə yerləşir. Deməli, otaq da 4-ün 3 yarımadır. 15 kvadrat hardasa azı. Hal-hazırda evdə yaşayış var. Divarları 60-lıqdır, 40-lıq da deyil. Yəni 60 santı ilə divar əhatə olunur. Evdə bax buradan göstərirəm sizə həyəti nə qədər böyük olduğu. Siz burada təzə bir ev tikə bilərsiniz. Bax bu